İltimas tələb eləmək deməkdir. İltimas. Amma fərqi nədir? Biz bu sözü iltimas sözün ancaq bir yerdə işlədirik. Dua istəyəndə. Deyirik, iltiması dua. Hə? İltimasın var, mənə dua elə. Düzdür? Niyə görə? İltimasla tələbin nədir fərqi? Məsələn, bizdə var əmr, bizdə var dua, bizdə var iltimas. Üçündə də tələb elirsən. Məsələn, mən səndən dua tələb eləm, adını qoyuram iltimas. Mən uşağıma göstəriş verirəm, ondan da tələb eləm oxumağı, onda adını qoyuram əmr. Hə? Mən Allahdan da tələb elirəm, ruzi tələb eləm, adını nə qoyuram? Dua. Hə. Deməli, bunlar üçü də tələbdir. İltimas da tələbdir, dua da tələbdir, əmr də tələbdir. Amma fərq nədədir? Kimdən tələb eləyirsən? Əgər yuxarı, aşağıdan tələb eləyəndə buna deyirlər əmr. Yadınızda qalsın. Yuxarı, aşağıdan tələb eləyəndə deyirlər əmr. Aşağı yuxarıdan tələb eləyəndə buna nə deyirlər? Dua. Ona görə bəzi bilməyən adamlar deyir ki, biz Allaha əmr edirik. Allahum mərzuqni, ey Allah mənə ruzi ver. Ver axı əmrdir, əmr feilidir. İlahi mənə övlad ver. İlahi mənə, sən kimsə Allaha əmr eləyəsən? Deyir, yox. Burada söz əmrdir, söz əmrdir. Amma niyyət bəndədən xaliqə, məxluqdan xaliqə, abdən rəbbə olduğuna görə, aşağıdan yuxarı olduğuna görə bu duadır. Buna əmr deməzlər. Oradan olanda əqimus salat, namaz qılın, oruç tutun, zəkat verin, valideynə yaxşılıq eləyin, ehtiram edin. Allah bizə bunları deyəndə o əmrdir. Niyə? Çünki o yuxarıdır, biz aşağı. Deməli, yuxarıdan aşağıya tələb olanda nə adlandı? Əmr. Bilək bunları. Lazımdır. Aşağıdan yuxarıya tələb olanda nədir? Dua. Bərabərdən bərabərə tələb isə iltimas adlanır. İndi bildiniz iltimas nədir? Ona görə bu əslində tərbiyədir. Bu əslində ədəbdir ki, sən insana deyirsən ki, mən səndən dua iltimas eləyirəm. Yəni demək istəyirsən ki, elə mən səndən bərabərəm də. Doğrudan da belədir. Biz hamımız bərabərik, hamımız eyniyik, hamımız...